Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Kodera Test Bankında Python bölməsinə aid olan belə bir suallara baxırıq. Deməli, əvvəlcə 31-ci suala baxaq. Sual bu formadadır. Python dilində yazılmış. Proqramın nəticəsini müəyyən edin. Gəlin yazaq. Sonra Python proqramlaşdırma dilində də bunları icra edəcəm. Daha da ətraflı sizə aydın olacaq. Deməli, bu formada verilib və gəlin sizə məlumat verim. Riyaziyyatda da bilirsiniz də, ilk öncə mötərizə varsa mötərizələrin daxilində olan ifadələr icra olunur. Daha sonra qüvvət, daha sonra icra olunacaq vurma və yaxud bölmə, indi hansı gəlsə verilmiş ardıcıllıqla. Daha sonra toplama və yaxud da ki çıxma icra olunacaq və biz deməli proqramlaşdırmada, Python proqramlaşdırma dilində baxın, qüvvət işarəsi 2 qat ulduzla göstərilir. Vurma tək ulduzla, bölmə 3 formada icra olunur. Deməli bu adi bölmədir. 2 qat silə işarəsi varsa, bu birinci ədədin ikinci ədədə bölünməsindən alınan tam hissəni, yəni bu tam bölmədir. Faiz işarəsi isə birinci ədədin ikinci ədədə bölünməsindən alınan, yəni qalığı bildirir. Yəni qalıq sonda ekrana çıxarılır. Gəlin indi bunu yazaq. Deməli 2-nin qüvvətində 3 yazırıq. Onun da qüvvətinə baxın mötərizə var. Mötərizələrə əsasən hərəkət edirik. Onun da qüvvətində 2 yazmış olacaq. Və bunu da vursaq, 2 3 6, 2-nin qüvvətinə 6 olacaq. Bu da olacaq 64 və yaxud da ki, bunu belə də yaza bilərik. 8-in qüvvətində 2, yəni ardıcıllıqla gəlsək, yenə 64 olacaq. Gəlin indi 32-ci suala baxaq. İkisini bir yerdə icra edəcəm Pythonda. Əvvəlcə burada yazaq. Deməli, 4 üzərinə əlavə edilir. 4-ün qüvvətində 2, vurulsun 3, bölünsün 2, vurulsun 3. Gəlin yazaq. Əvvəlcə mötərizənin daxilini icra etmiş olacağıq. Və burada da mötərizənin daxilində qüvvət var. Birinci qüvvət icra olunacaq. Yəni 4-ün kvadratı 16, vurulsun 3. Özüm detallı yazıram ki, tam aydın olsun. 4 üzərinə gəlsin. 16-nın 3-ə hasili 48 olacaq. Böl 2, vurulsun 3. 4-ün də üzərinə 48 gəlsə 52 olacaq. 52 bölünsün 2, vur 3. Və burada görürsünüz, adi bölmədir. Bu nəsə səhvən olub. Adi bölmədir. Deməli, 52-ni 2-yə böləndə 26.0 olacaq. Tam bölünsə belə, adi bölmədə, yəni ki, belə deyək də, float tipində, belə deyək də, həqiqi ədəd tipində icra olunur. Vurulsun 3, o da olacaq 78.0 formasında icra etmiş olacağıq. Gəlin, indi mən bunu sizə Python dilində, Python proqramlaşdırma dilində icra edim. Deməli, print ikinin qüvvətinə 3, mötərizə daxilində qüvvətində 2. Gəlin bunu F5 ilə klaviaturadan icra edirəm. Gəlin bunu yaddaşa verək. Və görürsünüz 64-ü ekrana çıxartdı. İndi gəlin digər misalı yazın. Dörd üzərinə əlavə edirik. Deməli, 4-ün qüvvətində 2, hasili 3. Daha sonra mötərizəni bağlayırıq. Bölürük 2-yə, hasili 3. Və bunu icra etsək. Gəlin bunu F5 ilə run eləyək.
78.0-ü aldıq. Belə sualların izahı ilə bağlı nəsə qaranlıq məqam olsa rəy bölməsinə yaza bilərsiniz və hər hansı bir irad və təklifiniz də olsa yazarsınız, dəyərləndirəcəm. Diqqətinizə görə təşəkkür edirəm.